Deyir bir dəfə şeytan öz oğlunu götürüb gəzirmiş və oğlun ətraf aləmlə tanış eləyirmiş. Bu ağacdır, bu güldür, bu çaydır, nə bilim bu göydür. Ətrafdakı görünən şeyləri oğluna göstərib onu bununla tanış eləyirmiş. Birdən oğlu bu insan görür. Deyir, bəs bu kimdir? Deyib, bala, bu insandır. Çalış bundan, uzaq dur. Amanın günüdür. Heç vaxtı insana yaxın getmə günən. Deyər, niyə? Deyər, bunlar elə bir canlıdır ki, nə şər iş desən törədərlər, şəri bizim üstümüzə yıxarlar. Ona görə insan aləmindən uzaq dur. Onlara yaxın getmə.